Ümumiyyətlə, copy trading necə işləyir? Texniki baza barəsində danışaq. Burada model necədir? Var master və investor. İnvestor kimdir? İnvestor öz pullarını etibar eləyir, belə deyək, masterin qərarlarına. Burada birbaşa pul köçürülmür. Sadəcə sizin akkauntunuz başlayır kopyalamağa. Master isə burada əsas traderdir, professional traderdir. Siz onu seçirsiniz və onun etdikləri ticarəti kopyalayırsınız. Yəni bu belə işləyir. Prinsip bundan ibarətdir. Və burada profit sharing modelidir. Bu nə deməkdir? Yəni ki, gəlir bölünür. Əlbəttə ki, siz kimisə kopyalananda və burada qazananda burada bölüşmək lazımdır da. Çünki onun ekspertizasından istifadə edirsiniz və burada müəyyən komissiyalar olur. Bu faiz şəklində olur. XM platformasında hər bir trader seçəndə orada görürsünüz ki, onun komissiyası neçədir. Bu fərqli ola bilər. Bu 10 da ola bilər, 15 də ola bilər, 25 də ola bilər. Fərqli olur, amma bu, belə deyək də, qərarverici faktorlardan biri olmamalıdır. Yəni, düşünməyin ki, əgər hansısa bir master 25% komissiya alırsa, deməli, onu investisiya eləmək lazımdır. Bu 100% sizə gəlir gətirəcək. Bu işdə belə deyir. Bizim seminarın ikinci hissəsində biz bu barədə ətraflı danışacağıq, necə seçmək lazımdır və orada siz o kriteriyaları görəcəksiniz.